neçə gündə İranda baş verən hadisələrlə bağlı diqqətimi bir şey çəkir. Ümumiyyətlə bu situasiyalarda Azərbaycanın daxilində Fars qüvvələrinin canfəşanlığı. Deməli peşmansan ki, məhəttəlsən ki, hər hansısa İranla bağlı xəbərin altında bir rəy yazasan. Azərbaycan Respublikasının vətəndaşıyıq və müstəqil söz demək hüququna maliyik. Sərbəst şəkildə öz fikrimizi bildiririk və necə ki özlərini Zeynəbin iti adlandırılan qüvvələr sözün həqiqi mənasında bənzətmə çox doğrudur. Burada onlara haqq verirəm. Çünki necə ki biz küçədə gedərkən üzərimizə başıboş, sahibsiz, qudurğan, quduzlaşmış itlər düşür və elə həmin xəbərlərin də altında bax belə quduzlaşmış şəkildə düşürlər üzərimizə, hücum çəkirlər və çalışırlar ki, bu bir neçə gün ərzində 50-2000-dən artıq günahsız minlərlə insanın qanına bulaşmış bir qatili müdafiə eləsinlər. Ölümünə fərman verən, günahsız insanların ölüm fərmanını imzalayan bir insanın müdafiəsindən qalxırlar. Birincisi, sən bu ölkədə yaşayırsan, bu ölkənin çörəyini yeyirsən, suyunu içirsən, havasını dursan, torpağında yaşayırsan, hansı haqla başqa bir ölkənin rəhbərini özünə ali rəhbər biləsən və onun təbliğatını aparasan? Niyə? Bütün dünya bilir ki, İranda bir gecənin içərisində bütün internet kəsilərək, əlaqələr qapanılaraq qətliam törədildi. Bunu bütün dünya bilir və sübut eləmək olur. Amma digər ki, sən bunu öz içindəki, yenə deyirəm, yalnız şəxsiyyət vəsiqəsində Azərbaycanlı yazılan, amma əslində xislətində, daxilində, mənəviyyatında Fars təbliğatını aparan xain soydaşların çox təəssüf ki. Azərbaycanın öz mövqeyi var, Azərbaycanın sərgilədiyi diplomatiya var, yürütdüyü siyasət var, prezidentinin ortaya qoyduğu mövqeyi var. Biz heç kəsin işinə qarışmırıq, necə ki bizim tələbimiz oldu ki, bizim işimizə qarışmasınlar. Amma siz nədən qorxursunuz? Niyə qorxursunuz? Bu otaylı-butaylı Azərbaycan deyəndə niyə canınızı vəlvələ alır? Niyə təşvişə düşürsünüz? Sadəcə maraqlıdır. Niyə qorxursunuz? Biz sadəcə olaraq oradakı həmvətənlərimizin halına biganə laqeyd qalmamaq üçün sözdə dəstək göstəririk. Oranın özünün prezidenti var, Pezeşkiyan ətrafında birləşdirir öz həmvətənlərini. Bəs sizi narahat eləyən nədir? Siz bu birləşmədən niyə qorxursunuz? Və heç vaxt bunu dana bilmərik. Heç bir şey bunu dəyişdirə bilməz ki, orada yaşayan həmvətənlərimiz bizlə eyni qanı daşıyırlar. Xırda bir nüansı diqqətinizə çatdıracağım. Deməli, hər hansı bir beynəlxalq tədbir idi və bizim prezidentin xanımı da orada iştirak edirdi. Yəni prezidentlər beynəlxalq konferansda iştirak edirdi və xarici ölkələrin də prezidentləri ilə xanımları da bərabər gəlmişdilər və Pezeşkiyanla qızı da oradaydı. Pezeşkiyanın həyat yoldaşı vəfat etdiyindən o hər yerə qızı ilə gedir, qızı onu müşahidə edir. Deməli, mərasimə girişdə necə ki biz sıradan vətəndaşlar, Azərbaycanlı türk olaraq hər hansı bir yerə məclisə gedəndə, yad məclisə, gözümüz axtarır bizə hardasa doğma olan birini və çalışır ki, onun yanında duraq ki, tək qalmayaq. Və orada Pezeşkiyanın qızı gəldi Mehriban xanımın yanına, Mehriban Əliyevanın, və Mehriban Əliyev onu bir qanadının altına alırmış kimi elədi. Yəni himayəsinə aldı, bir yerdə oturdular, bir süfrə başında, şəkil çəkdirdilər, söhbət elədilər Azərbaycan dilində. Eyni dili, eyni qanı daşıyan həmvətəndilər. Bunu heç bir şey dəyişmir. Bunu heç bir şeylə, heç bir vəclə dana bilməzsiniz. Ay iyrənc ünsürlər. Biz birik. Biz bir qanı, canı daşıyırıq. Oradakı Azərbaycanlılar Azərbaycan deyəndə, Bakı deyəndə dodaqları 7 yerdən çatlayır. Onlar ölürlər Azərbaycan üçün. Yəqin ki, Təbrizə gedənlər, Ərdəbilə gedənlər bilirlər. Orada Azərbaycandan gəlmisən deyəndə gözləri parıldayır, gözləri yaşla dolur, gözləri yaşarır sevincdən, xoşbəxtlikdən. Onlar heç vaxt bizi unutmurlar. Nə olsun başqa bir ölkənin əsarəti altındadılar. Onlar həmişə vətən həsrəti ilə yanıb alışan insanlardır. Siz neynəsəz də, nə vəclə də olsa buna mane olmağa çalışsaz da, nə vaxtsa bu millət birləşəcək. Siz elə 30 il əvvəl də deyirdiniz, biz Qarabağ eşqi ilə yaşayanda, Qarabağ ümidi ilə yaşayanda siz idiniz, sizin kimi qüvvələr idi, deyirdi ki, Paşinyan orada yallı gedir, siz hansı ümidlə yaşayırsınız? Bax, indi İlham Əliyev orada armudu stəkanda paxlava ilə çay içir. Və biz orada gəzirik. Şəhidlərimizin sayəsində, Ali Baş Komandanın sayəsində, şəhidlərimizə rəhmət eləsin.